Qoxunun səssiz dili ucsuz-bucaqsız dağların qoynunda əsrlərin izi ilə yazılmış Xıdrabad adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, yaşıl çəmənliklərlə örtülmüş ətrafı və axan çayların sərin suları ilə insanlara dərin bir rahatlıq bəxş edirdi. Ancaq Xıdrabadın ən sirli və unudulmaz xüsusiyyəti oranın havasına yayılan və hər küncdə hiss olunan unudulmaz qoxular idi. Hər səhər dağların zirvələrindən süzülən günəş şüaları ilə birlikdə torpağın, çiçəklərin və təravətli yarpaqların qoxusu kəndin hər küçəsində sanki bir nağıl kimi yayılar, keçmişin və gələcəyin sirlərini özündə cəmləşdirərdi. Kəndin mərkəzində yerləşən köhnə mədrəsə binası nəsillərin hikmətini, qədim ənənələri və insanlığın dərin duyğularını özündə daşıyan bir məkan idi. Hər gün Əli bəy bu məclisdə toplanan gənclərə yalnız sözlərlə deyil, eyni zamanda otağı dolduran limon, gül və ədviyyat qoxuları ilə də həyatın nə demək olduğunu izah edirdi. O, deyərdi, əzizlərim, bu qoxular bizim tariximizin, torpağımızın və ürəklərimizin səmimi dərinliyini əks etdirir. Hər bir nəfəs, hər bir qoxu, acı, şirin, ədviyyatlı ya da təmiz, həyatın hər anının dəyərini bizə xatırladır. Əli bəyin yanında sakit və düşüncəli Hüseyn də vardı. Hüseyn, qoxuların insanın ruhuna necə təsir etdiyini, hər bir dad və ətir vasitəsilə keçmişin və gələcəyin izlərini necə yaşada bildiyini bilirdi. O, tez-tez deyərdi, hər qoxu sanki həyatın bir səhifəsini açır, torpağın nəmliliyində, yağış sonrası havada, çiçək açan bağlarda, hər biri öz hekayəsini danışır. Kəndin ən gözəl qızı Leyla da bu duyğuların canlı təcəssümü idi. Leyla hər səhər evinin qabağında yerləşən kiçik bağında oturub, açan güllərin, lalələrin və nərgizlərin qoxusunu udaraq keçmişin xatirələrini, ancaq eyni zamanda gələcəyin ümid dolu arzularını hiss edirdi. Onun gözlərində çiçəklərin incə ətirləri kimi həm nəcib xatirələr, həm də yeni başlanğıclar parıldayırdı. Leyla deyərdi, bu qoxu mənə uşaqlığımın, nənəmin paltarının, evimizin o isti çay qoxusunun xatirəsini gətirir. Hər bir ətir, hər bir dad həyatın öz sirlərini, kədərini və sevinclərini danışır. Günlərin birində kəndin kənarında yerləşən dağ yollarında gənc Arif uzun-uzadı gəzir, təbiətin sükutuna qarışan quş səsi, axan çayın damcıları və torpağın təravətli qoxusu ilə öz iç dünyasını kəşf edirdi. Arif hər addımında həyatı, keçmişin acı dərslərini və gələcəyin ümid dolu səhərlərini düşünürdü. O, belə düşünürdü, həyatın hər anında torpağın, çiçəklərin və hətta qoxuların dərin mənası var. Bu qoxular keçmişin, indinin və gələcəyin sirlərini bir araya gətirir və bizə öyrədir ki, hər bir ətir, hər bir xatirə, əbədi bir iz buraxır. Arifin düşüncələri onu kəndin mərkəzində təşkil olunan böyük bayram mərasimlərinə aparırdı. Bayram günü Xıdrabadın dar daş yolları, ağacların kölgəsi və axan çayın səsi arasında hər kəs keçmişin acı və şirin xatirələrinin, qoxuların gətirdiyi ümidləri və sevgi dolu anları yad edirdi. Bayram meydanında insanlar qədim dastanları, şeirləri oxuyur, səmimi söhbətlər edirdilər. O gün meydanda həm evlərin, həm də tarlaların dolu-dolu ətirləri, çiçək, torpaq, bişmiş çörək və təravətli meyvə qoxuları bir-birinə qarışaraq insanlara həyatın əsl rənglərini xatırladırdı. Meydanda gəzənlərdən biri olan Hüseyn, səmimi və düşüncəli baxışları ilə insanlara qoxunun sirlərini izah edirdi. O deyirdi, qoxu yalnız burunla hiss edilən bir duyğu deyil, o, ürəyin, ruhun və keçmişin sirlərini daşıyan, insanın içindəki ən dərin xatirələri oyadan bir incidir. Hər ətir, sanki həyatın bir rəsmidir, bəzi rənglər kədəri, bəzi rənglər isə sevinci göstərir. Leyla və Arif bayramın ən səmimi anlarından birində Xıdrabadın mərkəzindəki qədim məclisdə bir araya gəldilər. Arif, Leylanın incə gözlərinə baxaraq ürəyində yığılan duyğuları, qoxuların sanki hər biri ilə iz buraxdığını hiss edirdi. O, bir anlıq sükut içində belə dedi, Leyla, sən mənim üçün yalnız gözəl bir şəxs deyilsən. Sən həyatın bütün ətirlərini, həm acını, həm şirinini, həm də o əbədi ümidin qoxusunu bir araya gətirən, ürəyimin ən dərin yerində iz buraxan bir simvolsan. Hər dəfə sənin yanında olarkən, sanki keçmişin, bugünün və gələcəyin bütün rəngləri birləşir və mən özümü daha da dərin hiss edirəm. Leyla, Arifin bu sözlərini dinləyərkən gözlərində dərin bir sevinç və səmimi ümid parıldadı. Onun cavabı sanki baharın ilk çiçəklərinin açılışı qədər təzə və xoş idi. Arif, hər ətir, hər qoxu mənə həyatın sirlərinin, keçmişin və gələcəyin birləşdiyi o əbədi anı xatırladır. Sənin sözlərin mənə uşaqlığımın, nənəmin evinin və o isti, bişmiş çörəyin qoxusunu gətirir. Hər birimiz həyatın bu incə naxışını öz qəlbimizdə daşıdıqca əbədi bir iz buraxırıq.
Bu səmimi dialoq kəndin bütün sakinləri arasında sanki uzun illərin acı və şirin xatirələrini yenidən dirçəldən bir an kimi yaşandı. Xıdırabadın hər küncündə, hər daşında və hər ağacının arasında ətirlərin sükut dolu dili insanlara həyatın hər anının, hər qoxusunun dərin mənasını, keçmişin və gələcəyin sirlərini bəyan edirdi. Qışın soyuq günlərindən sonra baharın yenidən gəlişi ilə torpaq öz təravətini, çiçəklər isə öz rənglərini bərpa etdi. O günlərdə Xıdırabadın ətrafını bürüyən ətirlər, yağış sonrası torpaq qoxusu, çiçəklərin şirin ətirləri, evlərdən yayılan bişmiş yeməklərin dadlı qoxusu hər kəsi ruhlandırır, insanlara öyrədirdi ki, həyatın hər dövrü, hər fəsil öz izini buraxır və bu izlər əbədi olaraq qəlblərdə yaşayır. Əli bəy bu dəyişiklikləri görüb, hər axşam məclisdə toplanan insanlara müraciət edərək deyirdi: "Əzizlərim, hər qoxu, hər ətir bizə həyatın dərinliyini, keçmişin dərslərini və gələcəyin ümidini bəyan edir. Biz bu torpağın övladları olaraq hər anın acı və şirin, sevməyi və ona dərin hörmətlə yanaşmağı öyrənməliyik. Hər ətir, hər qoxu bizim üçün bir dərsdir, o, insanın ruhunun, ürəyinin sarsılmaz gücünü göstərir." Kəndin gəncləri Hüseynin və Əli bəyin sözlərindən ilham alaraq həyatın hər anını daha dərindən yaşamağa başladılar. Onlar yalnız fiziki varlıqlar deyil, həm də daxili dünyalarının zənginliyini, keçmişin və gələcəyin qoxularını öz hisslərində birləşdirən, əbədi iz buraxan insanlar kimi böyüdülər. Arif və Leylanın sevgisi yalnız romantik duyğulardan ibarət değildi, o, həyatın bütün rənglərini, həm acı, həm də şirin, özündə birləşdirən, hər bir ətirin, hər bir qoxunun sanki bir nağıl danışdığı, əbədi izlər buraxan bir simvola çevrildi. Günlər illərlə əvəz olduğu Xıdırabadın dar daş yolları, köhnə mədrəsənin divarları, axan çayın səsi və hər küncdə yayılan o unudulmaz ətirlər, nəsillərin xatirəsində keçmişin və gələcəyin sarsılmaz birləşdiyi, əbədi sevginin və mərhəmətin simvolu kimi qaldı. Kəndin sakinləri hər yeni günün, hər yeni səhərin onlara gətirdiyi təravət və ümidlə həyatın hər dövründə, hər anında o səmimi qoxuları ürəklərində daşıdılar. Bu nağıl, Tolstoyun romanlarında təsvir olunan geniş ürəklə dərin insan duyğularını və təbiətin sarsılmaz gözəlliyini bir araya gətirən o əbədi simvol kimi Xıdırabadın hər sakini tərəfindən nəsildən nəsilə ötürüldü. Hər kəs bu qoxuların sükut dolu dilində həyatın hər anının, sevinclə kədərin, ümidlə acının nə demək olduğunu, əsl varlığın sirlərini öyrəndi. Beləliklə, qoxunun səssiz dilə adını verdiyimiz bu dastan Xıdırabadın dar daş yollarında, köhnə mədrəsənin divarlarında, axan çayların şırıltısında və hər kəsin ürəyində əbədi olaraq yaşadı. Hər bir nəfəs, hər bir qoxu, hər bir ətir insanlara öyrətdi ki, həyat nə qədər çətin olsa da, içimizdə yanan o sarsılmaz sevgi və ümid hər zaman qəlbimizdə əbədi izlər buraxır. Bu izlər, keçmişin acı dərslərindən, gələcəyin ümid dolu arzularından ibarət olan, sanki hər bir damla yağış, hər bir əsən külək və hər bir açan çiçəyin danışdığı o səmimi nağıldır. Xıdırabadın sakinləri hər axşam gün batarkən dağların zirvələrindən süzülən altın şüalar altında, qoxunun sükut dolu dilində həyatın ən dərin sirlərini, sevginin, mərhəmətin və əbədi ümidin dinləyir. Bu izləri öz qəlblərində əbədiləşdirirdilər. Hər kəs bu qoxuların gətirdiyi səmimi duyğuları, həyatın hər anında yaşanan sevinci və kədəri bir araya gətirərək, öz talelərinə, gələcəyə daha möhkəm addımlar atmaq üçün ilham alırdı. Beləliklə, Əbədi İz adlı bu hekayə yalnız Xıdırabadın torpağında deyil, həm də hər bir insanın qəlbində, keçmişin, indinin və gələcəyin birləşdiyi, əsl sevginin və sarsılmaz ümidin simvolu olaraq ömür boyu yaşadı. Hər kəs bu nağılı ürəklərində daşıyaraq həyatın bütün rənglərini, hər bir ətirin, hər bir qoxunun səmimi danışığının əbədi izlərini hiss edərək gələcək nəsillərə bu dərin dəyərləri miras qoydu. Beləliklə, Xıdırabadın dar daş yollarında, axan çayların səsi arasında və hər bir insanın ürəyində qoxunun sükut dolu dili, əsl sevginin və əbədi ümidin izlərini daşıyan bu dastan nəsillərin yaddaşında ömür boyu yaşadı.